Diqqətlə baxın, sonra siz özünüz eləyəcəksiniz. Prosta video olaraq da çəkirəm də ritmə qarşı. Bax, burada Create New-ya girirəm, Create New. Burada deməli A3 vərəq seçirəm, A3 vərəq. A3 vərəq seçirəm, elə bu pikseldə saxlayıram, Create-i vururam. Deməli, nə edirəm? Burada dairə var, dairəni seçirəm. Diqqətlə baxın, sonra siz edəcəksiniz. Bu sol düyməni vururam. Deməli, burada 500-ün 500-ə bir dənə dairə çəkirəm. Və dairəni çəkəndən sonra da horizontal, vertikal edirəm. Və daha sonra bu iç hissəsi var, görürsünüz. Bax, bu hissəni yox edirəm. Ancaq kənarlar olsun. Kənarların da məsələn ölçüsünü misal üçün verək. Məsələn 20 punkt eləyək, 20 punkt ya da 20 çoxdur, məsələn 10 punkt eləyək. 10 punkt eləyək. Gəlin belə eləyək. Prosta bunun ölçüsü mən xoşuma gəlmədi. Bu sahə biraz balacadır çox. Gəlin bir dənə bunu bağlayayım, yenidən sürətli formada yaradım. Baxın, burada A3 vərəq seçmişəm. Burada elə bir dəfəlik burada da yaza bilərəm də. Misal üçün 1500-ün elə bir 1500-1500-ə eləyərək onu saxlayardım. 1500-ün 1500-ə bir lövhə yaradıram da piksellə. Create-i basıram və daha sonra dairə 500-ün 500-ə OK vururam. Bax, bu yaxşıdır. Bunun da ölçüsünü eləyirəm 10 punkt. Bura kim bildiniz də? Bu iç hissəni də yox edirəm. İndi qulaq asın. Bunu eləyəndən sonra bir dənə yenə xət line segment tool alətini götürürəm. Yuxarıdan bir dənə mouse'un sol düyməsini basıb saxlayır. Düz formada çəkirəm. Hətta istəsək ki, burada shift'i basaraq da dümbədüz çəkə bilərsiniz. Bir dənə də buradan shift düyməsini basıb saxlayaraq çəkirəm. Daha sonra bax, bu selection tool aləti aktiv olduğu vəziyyətdə bunların hamısını seçirəm. Bunları da həm horizontal, həm də vertikal olaraq orta edirəm. Bunu eləyəndən sonra, indi bu hissəsini diqqətlə baxın. Mən bu dairəni kopyalamaq istəyirəm də. Bunun üçün nəyi seçirəm? Bax, dairəni seçəndən sonra Ctrl-Z-ni basıram. Ctrl-Z nədir? Kopyalamaq. Amma yapışdırmaq Ctrl-V deyil. Ctrl-F-dir, F hərfi. Başa düşdünüz mən nə demək istəyirəm? Ctrl-F-ni basıram. Ctrl-Z, Ctrl-F. İndi hal-hazırda kopya bunun üstündədir. Sonra gəlirəm bu üçüncü hissəyə, yəni baxın, üçüncü hissə var, yəni kvadrant hissəsi var, belə Corel Draw-da kvadrat deyilir bura. Kursoru gətirirəm bura, alt düyməsi ilə içəriyə doğru bunu azaldıram. İndi baxın, bu dairəni biz düzəldəndə 500-ün 500-ə qurmuşduq da, düz deyil? İndi burada fikir verirsiniz ekranda W bir də H hərfi var, görürsünüz? H500 yazılıb, onu görürsünüz. Bu ekranda bu aşağıda bir dənə izah rəqəmlər fırlanır, fikir verirsiniz? Mən bunu çəkəndə. Bir W hərfi var, bir də H hərfi var. Görmürsünüz aşağıda sağ tərəfdə. Görürəm. Bildiniz hansını deyirəm? Bu W bir də H hərfi var, görürsünüz dəqiq. Görürəm. İndi bu 500-ün yarısı neçədir? 250-dir də. Düz deyil? 500-ün yarısı 250-dir. İndi mən bunu elə təxminən, indi hal-hazırda fikir verirsiniz neçə yazılıb? 251 yazılıb. Görürsünüz bunu? 251-7. Bildiniz hansı hissəni deyirəm? Bəli. Orada koordinatlar çıxır. W bir də H. W-da 251-7 yazılıb. Horizon H-da isə o height deməkdir, opsi isə width deməkdir, 500. Elə bil mən təxminən 250 qədər eləyirəm. İndi 251-7 oldu, o problem deyil. Yəni əsas 250-yə yaxın rəqəm olsun da. Bildiniz də nə edirəm dəqiq? Ləman xanım? Bəli.
O çıxıb ekranda, bax bu dəqiqə ekranda sağ tərəfdə rəqəmlər görsənir. Bu dairənin üstündə. Hə. İndi bu 251.7 olan vəziyyətdə buraxıram. Şərt deyil 251.7 olsun. Ola bilər sizdə 251 məsələn 2 olacaq. Yəni əsas 250-yə yaxın rəqəm olsun. Yəni mən bunun elə bir yarısı qədər kopyalanmış dairəni balacalaşdırıram. Və bundan sonra seçirəm bunu böyük dairəni. Bunu belə deyək. Shift alt düyməsini basıram. Shift alt düyməsi ilə bərabər bir dəqiqə. Birinci mouse'un sol düyməsini basıb saxlayıram. Sonra Shift alt düyməsi ilə bərabər qaldıram yuxarı. Bax, kopyasını qaldırıram yuxarı. Bu Shift alt da kopyalamaq üçündür. Baxın, kopyalama iki cürdür. Əslində qalsa çox deyil yolları. Biri Ctrl-C, Ctrl-F'dir. Ctrl-C, Ctrl-F eləyəndə bunun kopyasını üstünə atır. Aydındır. Amma mən seçib kopyasını başqa bir tərəfə aparmaq istəyirəm. Onda Shift alt mouse'un sol düyməsi ilə çəkirəm. Bax, mouse'un sol düyməsini basıb salıram, Shift altı basıb salıram. Çəkirəm bunu belə. Bunu da elə çəkirəm ki, yəni bunun bu dairənin üst hissəsi gəlsin bura düşsün. Bunu eləyəndən sonra indi bunun özünü ayrıca seçirəm. Bir dəfə alt düyməsini basmıram, Shift düyməsi ilə bunun təxminən yarısını gətirib qoyuram da. Təxminən gözünüzü bunun yarısını gətirib qoyuram. Və bunu da çəkirəm, bunu da təxminən yarısına gətirirəm. Bax, yarısına gətirəndə burada fikir verirsiniz, qıraqda sağ tərəfdə qırmızı xəttlər çıxdı, görürsünüz? Hə? Bax, sağ tərəfdə qırmızı xəttləri görürsünüz? Tamam xanım. Səsiniz düşür. Bu sağ tərəfdə səsim gəlir. Gəlir. Sağ tərəfdə qırmızı xəttlər var, görürsünüz? Bəli. Kömək eləyir də, mənə deyir ki, yəni bərabər proporsional hansıdır da. Bunu da yarıya qədər belə saxlayıram. Və daha sonra bunların hamısını seçirəm. İndi siz də eləyəcəksiniz, bir yerdə eləyəcəyik. Bunların hamısını seçirəm. Seçəndən sonra yenə həmin o Shape Builder tool'u seçirəm. Və başlayıram, bunları nə edirəm? Alt düyməsi ilə bir-bir bunları nə edirəm? Silirəm də, yığışdırıram. Bunu yığışdırıram, fikir verin. Birinci gələ xətti yığışdırmalıydım, neysə. Fikir verdiniz nə oldu? Nəticədə globus yarandı. Fikir verdiniz, görmüşsünüz də bu ikona. Bəli, görmüşəm. İndi bunu silirəm, bir daha təzədən edirəm, diqqətlə baxın. Deməli, birinci neynədik? Dairəni seçdik, 500-ün 500-ə OK elədik. Bunu da horizontal, bir də vertikal orta elədik. Daha sonra bir dənə line segment bununla düz xətt çəkirik. Yenə sol tərəfdən də çəkdim. Sonra selection tool'u seçib, bunlar hamısını seçirəm. Yenə bunları da horizontal, bir də vertikal edirəm. Və daha sonra baxın, biz dedik ki, iki cür kopyalama var da. Əslində qalsa çox iki deyil. Əsas ikisini bilək də. Əgər üstünə kopyalamaq istəyirsinizsə, Ctrl-C, bir də nəyi basıram? Ctrl-F-i, F hərfi. Aydındır. Və gəlirəm bu küncə, yəni sağa ya da sola, fərqi yoxdur. Alt düyməsi ilə bir yerdə başlayıram, azaldıram. Axı bizdə də dairə 550 idi ya, 500 idi ya, 500-ün də yarısı nədir? 250-dir. Var fikir verirsiniz, indi neçə görsəndi burada? İndi W-dan sonra neçə yazdı? Bir daha oxuyun ekranı. Neçə yazdı? Yox, W-dan sonra. 250. 31 yazdı. Görürsünüz? Hə? Bəli. Yəni 250, yəni belə deyək də, lap 250 olmasa da 250-yə yaxın bir rəqəmdə saxlayıram da. Ki, yəni bilirəm ki, bunun yarısıdır. Sonra bunu eləyəndən sonra dairəni seçirəm, mouse'un sol düyməsini basıb saxlayıb, Shift alt düyməsi ilə qaldırıram kopyasını yuxarı. Yenə bunu seçirəm, mouse'un sol düyməsi və Shift alt düyməsi ilə çəkirəm aşağı. Bunları eləyəndən sonra daha sonra bu dairəni seçirəm. Bu dəfə mouse'un sol düyməsi ilə bərabər bir yerdə Shift düyməsi ilə təxminən yarıya kimi çəkirəm.
gözə yarı baxıram da. Sonra bunu da seçirəm. Yenə mouse'un sol düyməsi və shiftlə. Fikir verirsiniz, sağ tərəfdə köməkçi qırmızı xəttlər çıxdı da. Görürsünüz? Bəli, görürəm. O mənə kömək edir də, deyir ki, yəni bu vəziyyətdə saxla. Bunları eləyəndən sonra hətta gəlin belə bir şey eləyək, mən bayaq eləməmişdim. Bax, bu düz xətti seçirəm, shift düyməsini basıb saxlayıb, bir də bu dairəni seçirəm. İstəyirəm bunlar biraz, bunun biraz punktu biraz daha çox olsun da. Bunu 15 punkt edirəm, enter'ı vururam, bu biraz daha qalın görsənsin. Bildiniz, bu dairə ilə bu düz xətt. Sonra bu hamısını seçirəm. Shape Builder tool'u seçirəm. Daha sonra alt düyməsi ilə bir yerdə bunları nə edirəm? Başlayıram, silirəm. Bu xəttləri götürürəm ki, dairəni bir dəfəlik belə silə bilim. Всё, aydındır. İndi mən bunu seçim, normalda burada merge əmri var, merge. Görürsünüz? Bunu bassam, bu birləşdirə bilməyəcək. Bu problemin həlli üçün nəyə giririk? Bayaq girdik, objektə giririk. Buradan path, buradan da outline stroke. Yəni konturlardan ibarət figura çeviririk. Ondan sonra burada merge'ü bassaq artıq bu olacaq. Aydındır. Və daha sonradan da bunu istəsək orta edərik. Sonra yaddaşa vermək istəyəndə, bunu da videoda düşsün deyə deyirəm də, save-ə girəcəksiniz. Burada nə yazacaqsınız? Bu adı yazacaqsınız. Globe, altın nöqtə boşluq Globe icon qoyacaqsınız da. Şəkil kimi də yadda saxlamaq istəyirsinizsə export'a girib export for screens'e girəcəksiniz. Buradan yenə zaten onu bir dəfə ad verəndə avtomatik gələcək də o Globe sözü. Daha doğrusu onu yaddaşa verəcəksiniz, o papkaya düşəcək, papkanın içindən çıxarıb o adı kopyalayacaqsınız. Neyse, gəlin burada hələ